Səbəb bəy, məsələn, Marksın bir məşhur ifadəsi var. Deyir, Rusiya tarixin bici övladıdır. 18-ci əsrdə meşənin içindən bir dövlət çıxdı. Bunu Avropalılar əvvəlcə hakimiyyət ələ keçirdilər, Qızıl Ordanı dağıtdılar. Orada bir neçə knyazlıqlar var idi Rusların. Sonra knyazlıqları yavaş-yavaş birləşdirdilər və Rus dövlətini formalaşdırmağa başladılar. Orada da o coğrafiyada da yaşayan türklərin assimiliyasiya elədilər. 90%-ni ya məhv elədilər, ya da ruslaşdırdılar, zorla ruslaşdırdılar. Onun hesabına bunun sayını artırdılar və gücləndirdilər. Gücləndirdikcə də onu şərqə doğru böyütdülər. Əslində məqsəd şərqdəki dövlətlərlə, millətlərlə, məsələn, türklərlə, digər xalqlarla Avropa arasında bir sədd yaratmaq idi. Qorumaq üçün bunlardan. Yəni bunlardan əslində bir dəyənək kimi istifadə elədilər və az bir hissəsini, o deyək ki, o elit olaraq formalaşdırdılar və ya da idarəçi olaraq. Amma Rus xalqını kölə saxladılar. Yəni Rusiya 1861-ci ildə təkimçilik hüququnu ləğv ediblər. O da heç formal ləğv oldu. Yəni köləlik oturubdur, o millətin mahiyyətində oturubdur. Ona görə də görürsünüz, Sovet də gəldi, zülm elədi, yenə diktatura qurdu, yenə azadlıq olmadı, insan hüquqları olmadı və o çox rahatdılar onlar. Müstəqil oldu yenə. Məsələn, Yeltsin gəldi, çox narahat idilər. Yeltsin dövründə biraz azadlıqlar var idi. Narahat idilər, söyürdülər. Onlar azadlığa belə qatma qarışıqlıq kimi baxırlar, xaos kimi baxırlar. Amma nə vaxt ki bir rejim gəlir, bir qılınc əlində bir dəyənək olan adam gəlir, rahatlayırlar ki, bax hakimiyyət belə olar. Çünki onlar mahiyyətcə o deyir ruhları kölələşibdir. Yəni o köləlik onların ruhundadır, mahiyyətindədir. Özü kölə olan başqasına azadlıq verə bilməz. Azad olan insanı sevə bilməz. Nifrət edir. Onlar azadlığa nifrət edirlər. Yəni təəssüf ki, belədir. İndi düz onların da ziyalıları var. O ziyalılar da əslində o köləliyə etiraz ediblər və bu günə qədər də Rusiya, baxın, dissidentlər kimdir Rusiyanın dissidentləri? Azadlıq istəyən insanlardır. Yəni onlar həmişə azlıqda olublar. Cəmiyyət də köləliyi dözə bilmir hamısını ya zəhərləyiblər ya azdır onlar. Yəni cəmiyyətdə çoxluq azadlıq sevər olsaydı rejim dəyişərdi, dövlətin idarə etmə forması dəyişərdi. O Quranda var deyir bir qövm öz tövrünü dəyişmədi, heç Allah onun tövrünü dəyişməz. Yəni köləlik istəyən xalqa Allah deyir buyur bu da sənin rejim, hakimiyyət. Köləlik istəyirsən get bu hakimiyyətin köləsi ol. İndi biraz sərbəst danışanı bir dəqiqə Rusiyada çağırırlar, tuturlar. Bir hərbiçi var idi. Yazmışdı ki, mən istəyirəm Putinlə görüşəm, nə bilim burada orduda olan vəziyyəti deyəm, gerçək vəziyyət başqa cürədir. Olmasa bəli, ordu gəlib Moskvanı tutacaq belə şey. Adam da apardılar, həbs elədilər. Yəni adam nə idi? Həqiqəti deyir də. Əslində bəlkə də o dövlətini sevən bir adamdır. İstəyir ki, dövlətin həqiqəti desin. Dövlət də bu həqiqətdən faydalanıb bu nöqsanları aradan qaldırsın və güclənsin. Eşidən adam tuturlar, bastılar içəri ki, sən qudurmursan, sən nətər yəni sərbəstsən, sənin fikrin var, ideyan var. Yəni azadlıq ideyası olmaq, fikri olmaq Rus cəmiyyətində belə müsbət faktor deyil. Yəni o dövlət o cəmiyyətdən faydalanır da. Ona görə də onun üzərində qurulan dövlət rejimdir. Putin gəldi, bir rejim qurdu. Rusiya cəmiyyəti çox məmnundur. Görsən heç kimsə narahatçılıq eləmir, səsini də çıxartmır. 5-10 nəfər biraz o inkişaf eləmiş, həddindən çox deyək ki, o inkişaf eləyən, intellekti olan, qərbi dünyanı anlayan insanlara etiraz elədilər, narazılıq elədilər, çıxdılar, getdilər. Az bir hissə. Bitdi. Bu gün Rusiyada heç nə yoxdur.